Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində baxılması gözlənilən işlərin sayına görə 47 ölkə arasında 8-ci yerdədir. Statistika göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan göndərilən şikayətlərin sayı 250 ədəd artaraq 2200-ə çatıb. Vəkil Fariz Namazlı düşünür ki, Azərbaycandan olan ərizələrdə artımın olması ölkədə son 2 ildə siyasi motivlərlə həbs olunan şəxslərin sayının artmasıdır. Biz məsələn qərarlara baxsaq, yəni qəbul olunmuş qərarlara baxsaq, qərarların əksəriyyəti siyasi məhbuslarla bağlıdır. Çünki bu Avropa məhkəməsinə şikayət yazan vəkillərin sayı da azdır və siyasi işlərə çıxan daha çox əsasən bu vəkillər Avropa məhkəməsinə işlər göndərir. O baxımdan da siyasi məhbusların sayı artdığına görə, həmçinin başqa bir hansısa bir qanun pozuntuları olur, ya mülkiyyət hüququnun pozuntusu ilə bağlı, ya işgəncə ilə bağlı, ya başqa bir işlərlə bağlı və yəni bu tip işlər Avropa məhkəməsinə işlər üzrə şikayətlər göndərilir, ona görə də sayı artır. Prezident İlham Əliyev aprelin 9-da Ada Universitetində çıxış edərkən Avropa məhkəməsi qərarlarının tanınmayacağını demişdi. O bunu Azərbaycan nümayəndə heyətinin aşmadan kənarlaşdırılması, Avropa məhkəməsində hakimlərin seçimi hüququndan məhrum olması ilə əlaqələndirib. Aşpa özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2023-cü ilin sentyabrında Qarabağdakı separatçıların kökü kəsildi. Məhz bu səbəbdən onlar 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səs vermə hüququndan məhrum etdilər. Ötən il yanvarın 24-də Azərbaycanlı deputatların etimadnamələri Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərin yerinə yetirilməməsi səbəbindən təsdiqlənməyib. Fariz Namazlı isə deyir ki, Azərbaycan hökuməti hələ 2024-cü ilin martından Avropa məhkəməsinin qərarlarını icra etmir. Bu həm kompensasiyaların ödənilməsi ilə bağlıdır, həmçinin işlərə yenidən baxılması ilə bağlı. Yəni mart ayından 2024-cü ildən heç bir qərar icra olunmur. Hətta yəni ödəniş belə ödənilmir, amma marta qədər ödənişlər ödənilir. Vəkil xatırladır ki, Azərbaycanın Avropa Şurasına üzv ölkə kimi Avropa məhkəməsinin qərarlarını icra etmək öhdəliyi var. Həm cinayət prosessual məcəlləsi, eyni zamanda mülki prosessual məcəllədə nəzərdə tutulub ki, əgər Avropa məhkəməsində Avropa məhkəməsi tərəfindən hər hansı bir qərarın hər hansı bir şikayət üzrə qərar qəbul olunursa və hansı hüquq pozuntusu tanınırsa, bu halda ali məhkəmənin plenumu yeni açılmış hallar üzrə icraat üzrə işlərə baxmalıdır və aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib qaytarmalıdır ki, bu işin yenidən baxılsın. Yəni Azərbaycanın belə bir öhdəliyi var. Yəni bu öhdəliklər icra olunmursa, təbii ki, Avropa Şurasının müəyyən bir tədbirlər görmək səlahiyyəti də var. Yəni bu ən pis halda Avropa Şurası üzvlüyündən həmin ölkənin çıxarılmasıdır. Bu yaxınlarda Avropa Şurasının işgəncələrin qarşısının alınması komitəsinin nümayəndə heyətinin Azərbaycana səfərini də xatırladan vəkil qeyd edib ki, hökumət son 3 ildə komitənin ölkəyə gəlişinə icazə vermirdi. Səhv etmirəmsə keçən ildir. İşgəncələr əleyhinə komitə Azərbaycanın razılığı olmadan öz hesabatlarını yaydı və komitənin qaydalarına görə, yəni hökumət əgər razı deyilsə, komitə öz səfərlərinin nəticəsi barədə hesabatı yaya bilməz. Amma buna baxmayaraq o komitə yəni Azərbaycanın bu cür hərəkət etməsindən görə onun razılığı olmadan öz hesabatlarını yaymışdı. Hüquqşünas bunun komitə tarixində ilk olduğunu bildirir. O əlavə edir ki, hazırda müəyyən yumşalma var və hökumət komitənin gəlişinə icazə verir.